Salam hörmətli tamaşaçılar, siyasi baxış verilişi efirdədir. Bugünkü qonağımız siyasi şərhçi, hörmətli Azər Həsrətdir. Azər bəy, xoş gördük. Hoş gördük. Azər bəy, bilirsiniz ki, Azərbaycana qarşı Qərbin müxtəlif dairələrində, xüsusilə ABŞ konqresində müəyyən dinləmələr olur və onlar ABŞ-Azərbaycan əlaqələrini daima sabotaj edirlər. Xüsusilə burada erməni lobbisi xüsusi fəallıq göstərir, dırnaq arası deşək. Və burada çox təəssüf ki, Azərbaycanda bəzi müxalifət dairələri də həmin konqresdə iştirak etsə də, məsələn, Azərbaycanla qarşı dinləmələrdə, xüsusilə oradakı dinləmələrdə insan hüquqları, söz azadlığı deyilsə də, birbaşa erməni separatçıların o həbsi, onların azadlığa buraxılması, Qarabağdan köçən ermənilərin geri qayıtması ki, Azərbaycan onlara qarşı soyqırım törədi. Hətta Belqlaryan var idi, keçmiş Qarabağ separatçılardan biri. Ona da imkan veriblər ki, konqresdə çıxış etsin və Azərbaycana qarşı, ermənilərə qarşı Azərbaycan soyqırım törədi. Çox təəssüf ki, bizim bəzi müxalifət təmsilçilər də orada olsalar da kəskin etiraz etməyiblər. Və bu dinləmələr ABŞ-Azərbaycan əlaqələrinə necə təsir edə bilər? Təşəkkür edirəm. Mən dediniz yadıma düşdü. İllər öncəydi, hətta koronavirus pandemiyasından öncə başıma gəlib belə bir əhvalat. Deməli, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun illik toplantılarında iştirak edirdim hər il Varşavada, Polşada və hər dəfə də oraya gedəndə görürdüm ki, Almaniyadan bir erməni gəlir, iştirak edir vətəndaş cəmiyyəti adına, özünü də hansısa bir artsaq fondunun nümayəndəsi kimi təqdim edir və hər dəfə də çıxış alırdı. Hər dəfə də mən adətən çıxışlarımı axıra saxlayırdım. Hər dəfə də mən çıxış edib etiraz bildirirdim ki, bölücülüyü təşviq edən adamlar ATƏT-in nüfuzlu tribunasından istifadə etməməlidir. Əgər onların Azərbaycanla bağlı nəsə müzakirəsi varsa, bunu normal dildə heç kimi ittiham etmədən, şər böhtan atmadan etsinlər. Amma bu adam açıq şəkildə anti-Azərbaycan çıxış edir, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır, ümumiyyətlə Azərbaycanın o vaxtı işğal altında olan torpaqlarını Ermənistan ərazisi kimi təqdim edir və mən ATƏT-in təbiidir ki, orada o tədbiri idarə edənlərinə etirazımı bildirirdim. Yəni, hər şey bir yana, bu cür məsələlərdə biz dövlətin, millətin maraq və mənafələrini üstün tutmalıyıq. İndi sizin qeyd etdiyiniz Amerika Birləşmiş Ştatlarındakı o məlum və dünən artıq baş vermiş o dinləmə, bunlar bilirsiniz ki, mütəmadi keçirilən dinləmələrdir. Bir qayda olaraq bu cür dinləmələrə erməni diaspora sponsorluq edir, onlar təşviq edirlər konqresmenləri, senatorları, ayrı-ayrı fikir mərkəzlərinin təmsilçilərini və təəssüflər olsun ki, həmin dinləmələrə bir çox hallarda Azərbaycan müxalifət nümayəndələrini də dəvət edirlər. Və təəssüflər olsun ki, bizim müxalifət nümayəndələri də orada Azərbaycanın dövlət və milli maraqlarını müdafiə edə bilmir. Hətta mən xatırlayıram ki, illər öncə, çox da uzaq bir dövrdə deyildi, məsələn, Əli Kərimlinin oğulları gedib orada iştirak edirdilər ermənilərin təşkil etdiyi tədbirdə və onların ermənilərə bir etiraz etdiyi haqqında məlumat yox idi. Ermənilər də nədən danışır? Azərbaycanı soyqırım törətməkdə ittiham edirlər, Qarabağı erməni torpağı elan edirlər, Azərbaycanın Ermənistana qarşı təcavüzkarlığını iddia edirlər. Yəni bizim hamımızın bildiyimiz o məlum şərləri Amerika Birləşmiş Ştatları Konqresində dilə gətirirlər. Ad olur da Azərbaycana qarşı insan hüquqları. Bəli, adını qoyurlar ki, Azərbaycanda insan hüquqlarını müdafiə edirik, yaxud müzakirə edirik. Mən də düşünürəm ki, Azərbaycanlı istənilən mövqeyindən asılı olmayaraq, yəni müxalifətçisən, iqtidarçısan, fərq eləmir. Sənin dövlətinə şər atılır. Atılırsa, birinci vəzifən o şərin qarşısını almaqdır. İkinci vəzifən, bəli, müzakirədə iştirak edə bilərsən. Amma sual olur, Amerika Birləşmiş Ştatlarının konqresinə nə düşüb də 2də 1 yığışır Azərbaycanda insan haqlarını müzakirə edir. Əgər müzakirə etmək istəyirlərsə, Amerika Birləşmiş Ştatlarının dövləti müvafiq qurumları vasitəsilə Azərbaycan dövləti ilə əlaqə saxlaya bilər, öz narahatlığını, qayğılarını bizə çatdıra bilər və Azərbaycan dövləti də bəli, normal dövlətlər arası münasibətlər çərçivəsində onlara cavab verə bilər. Bunlar bunu etmir. Üstəlik də o cür müzakirələrə, o dırnaq arası müzakirələrə, dinləmələrə
Azərbaycan dövlətinin maraqlarını, mənafeyini müdafiə edəcək heç kimi çağırmırlar. Yaxın da buraxmırlar. İştirakına imkan vermirlər. Yəni tək qapıya oynayırlar. Və bizim də müxalifətin bəzi nümayəndələri bunu bilə-bilə gedib orada iştirak edirlər. Və bu da nəticə etibarilə Azərbaycanda Amerika demokratiyasına, Amerika ədalətinə, ümumiyyətlə Amerikanın qlobal roluna şübhələri gücləndirir. Biz istəməzdik ki, dünyanın bir nömrəli dövləti, tutaq ki, vətəndaşlarımız arasında şübhəli bir dövlət kimi ad qazansın. Azərbaycan vətəndaşı istəyir ki, Amerikanı demokratik, ədalətli, güclü bir dövlət kimi tanısın. Amma özləri nə edirlər? Özlərini bax, ermənilərin əlində alət ediblər və alət etdiklərinə görə də bugün şübhəçi durumlar. Məsələn, orada Azərbaycanda 360 siyasi məhbus olduğunu deyirlər və erməni separatçılarının da başda onların məhkəmələri keçirir və erməni terrorçularını da məhz o siyahıya salmağa çalışırlar. Təkcə erməni terrorçuları deyil. Mən sizə deyim, dəfələrlə bu məsələni həm ATƏT-in o tədbirlərində dilə gətirmişəm. Hətta bir dəfə olub ki, Amerika Birləşmiş Ştatlarının rəsmi nümayəndəsinə sual da ünvanladım. Çünki o konkret adlar çəkdi ki, bu adamlar siyasi məhbusdur, Azərbaycan onları dini əqidəsinə görə həbs edib və dərhal azadlığa buraxmalıdır. Mən də çıxışımda, təbii ki, çıxışımı etdim və bir hissəsində də sual yönəltdim ki, Amerika nümayəndəsinə, Amerika Birləşmiş Ştatlarının İranla münasibətləri bəllidir, indi də gərgindir də, yəni düzəldir. O vaxtı daha gərgin idi və qeyd elədim ki, siz İranı terrorçu dövlət kimi görürsünüz. Biz İranla qonşu dövlətik, Azərbaycan. Azərbaycanın yanında təbii ki, terrorçu görmək istəmir. İran dövləti ilə münasibətlərimizə önəm veririk, çünki qonşudur. Biz ara gedəsinik, ya onlar ara gedəsinik. Amma Azərbaycanın həbs etdiyi və adını çəkdiyiniz o adamları bizim ölkəmizdə hər kəs yaxşı tanıyır. Bu adamlar açıq şəkildə Azərbaycandakı dünyəvi dövlət təməllərini yıxıb, yerində məzhəb dövləti qurmaq. Şərimə dövləti. Bəli, və Azərbaycan dövləti də öz təhlükəsizliyi üçün onları həbs edib. Döyməyib, öldürməyib, söyməyib, asmayıb, kəsməyib. Qanun çərçivəsində məhkəməyə çəkib, onlara sübut olunub ki, əməlləri qanundan kənardır, cinayət əməlləridir və həbsə atıb. Və Amerika Birləşmiş Ştatları da durub bunları müdafiə edir. İndi dedim ki, sualım budur ki, əgər kimsə Amerika Birləşmiş Ştatlarında vətəndaşlardan çıxıb, sizin dünyəvi dövləti dağıdıb, yerində hansısa dinin, məzhəbin dövlətini qurmaq istəsə, buna dözəcəksinizmi? Amerika nümayəndəsi mənim sualıma cavab verə bilmədi. Və təəccübümü ifadə elədim ki, bir yandan İranı terrorçu elan edirsiniz, o biri tərəfdən də İranın dəstəklədiyi, Azərbaycanın içinə yer etdiyi və bizim dövlətimizi dağıtmaq istəyən insanları müdafiə edirsiniz. Sizi başa düşə bilmirəm. Və Amerikalı nümayəndə həqiqətən də suala cavab verə bilmədi. Bax, çox vaxtdır bunların bu siyasi məhbus dediyi adamlar, bunlardır, bu cür adamlardır. İndi o 360 rəqəmi dedizə, bunlar iddia edir ki, güya burada 360 siyasi məhbus var da. Birincisi, o 360-ın tərkibində bunlar hazırda Bakıda məhkəməsi gedən erməni bölücüləri və terrorçularını nəzərdə tutur. Bunlar bir kəsimdir, biri 20 nəfərə yaxın. Çıxdı mı bunu? Yerdə qalanı bir hardasa 250-260 nəfəri bayaq dediyim o məzhəbçilərdir. Azərbaycanda dünyəvi dövləti yıxıb, yerində məzhəb dövləti qurmaq istəyənlər. Onlar necə siyasi məhbus ola bilər? Bunlar dövləti dağıtmaq istəyir. Ondan savayı, onların siyasi məhbus kimi qələmə verdikləri arasında Azərbaycanda həqiqətən də açıq şəkildə bölücülüklə, vətəndaş qarşı durmasına çağırışla məşğul olan adamlar var. İndi gəlin, mənim bu dövlətimi dağıtmaq istəyən adamı, mənim dövlətim niyə həbs etməməlidir? Niyə onu həbsə atmamalıdır? Niyə o adamlar Azərbaycan dövlətini dağıtmaq istəməlidir və biz də buna susqun yanaşmalıyıq? Ondan savayı iddia edirlər ki, jurnalistlər, insan haqları fəalları və s. Azərbaycan dövləti 10 ildən artıq müddətdir ki, açıq şəkildə bəyan edir ki, xaricdən maliyyə almıyor. Alacağınız təqdirdə bunu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirin və sonra xərcləyin. Və həqiqətən də bu, yəni şəffaflıq üçün, qanunçuluq üçün vacibdir, dövlət təhlükəsizliyi məsələsidir. Çünki sən təsadüfi bir mənbədən pul alırsan, onu gətirib xərcləyirsən, özü də daxili siyasi proseslərə xərcləyirsən. Olmaz axı.
Bunu Azərbaycan dövləti illərdir elan edib. Və vətəndaş cəmiyyəti, mediadakı bir çox insanlar ona uyğun davranır. Yəni xaricdən maliyyə alanda Ədliyyə Nazirliyində qeydiyyatdan keçirib, dövlətin nəzarəti ilə şəffaf şəkildə xərcləyirlər. Dövlət də görür ki, təyinatı üzrə xərclənir, heç bir zərəri yoxdur. Amma bir qrup adam da var ki, bunlar gizli şəkildə, hətta nağd şəkildə gedib xarici ölkələrdə o pulu alır, cibinə qoyur, Azərbaycana gətirir. Söhbət 100 minlərlə, bəzən milyonlarla dollardan gelir. Gətirir, onu burada paylayır, ictimai rəyə təsir etməyə çalışır. Yəni, açıq şəkildə qanunsuz bir maliyyə fəaliyyəti ilə məşğullar. Dövlət də illərdir onlara çağırışlar edirdi, dözürdü. Onları başa salmağa çalışırdı ki, bu cür etməyin. Şəffaf olun, açıq olun. Amma adamlar dinləmədilər. İndi nəhayətdə dövlətin də səbri bir yerə qədərdir. Gəldi onları həbs elədi və istintaqı gedir, kimlərsə məhkəmə altındadır. Bunları da o 360-ın içində siyasi məhbus elan edirlər. Adamlar məgər siyasi baxışına görə həbs olunur? Eləyə qalsa, mən həmişə demişəm ki, mən Azərəsilə yeri gələndə o qədər sərt tənqidlər edirəm ki, o tənqid etdiyim dövlət rəsmilərinin 7 qatını kəsir. Buna görə məni kimsə təqib edir. Etmirəm. Yəni tənqiddir, normaldır. Bu ölkədə tənqidə yasaq yoxdur. Fərqli siyasi düşüncəyə yasaq yoxdur. Fərqli dini seçimə yasaq yoxdur. Kim hansı məzhəbə istəyir qulluq etsin. Amma bütün bunlar dövlət təhlükəsizliyi məsələlərinə xələl gətirməməlidir. Bunlar Azərbaycanın milli mənafələrinə, maraqlarına zidd olmamalıdır. Bu adamlar onu başa düşmür. İndi ona görə də durur, orada o dinləmə dedikləri yerdə tək tərəfli 360. Dünyada baxıb deyir, bu Azərbaycan nə dəhşətli bir yeriymiş ki, elə kim gəlir onları tutub həbsə atırlar. Kim fərqli düşünür, fərqli danışır, həbsə atırlar. O qədər ölkədə bax, alternativ televiziyalar, qəzetlər, nə bilim, saytlar, sosial media, sağa, sola, nə istəsələr yazırlar, çəkirlər, paylaşırlar. Kimsə kimisə tuturmu? Tutmur. Sadəcə olur, bəzən narazılıq olur. Bizim tutaq ki, Mətbuat Şurasında bir də görürsünüz, saytlardan şikayət gəlir. Vətəndaş, məmur, hansısa müəssisə rəhbəri, iş adamı və s. ki, məni tənqid edib, yaxud təhqir edib, yalan yazıb, böhtan yazıb, ona orada baxılır. Audiovizual şura var, televiziyalarla bağlı o işlərə baxır. Yəni, dövlət elə mexanizmlər yaradıb ki, həm bir tərəfdə vətəndaş cəmiyyəti yaxşı inkişaf edib, həm də bir tərəfdə dövlət o imkanları yaradıb ki, bu cür məsələlər məhkəmədən kənar yolla həll edilsin. Azər müəllim, çox maraqlıdır. Baxın, belə ermənilər ABŞ konqresində belə müzakirələr, dinləmələr keçirirlər və göründüyü kimi erməni lobbisi burada çox fəaldır. Bəs Azərbaycan vətəndaş cəmiyyəti, QT-lər, Azərbaycan Amerikada lobbisinin olmasını da mən istisna etmirəm. Biz niyə belə dinləmələr keçirmir? Azərbaycanla bağlı ermənilərin bu yalan propaganda... Ağır sual oldu. Niyə? Çünki bizim bir problemimiz var da, təəssüflər olsun ki, uzun illərdir biz bunu deyirik, eşidilmirik. Azərbaycanla işi iş bilənə tapşırmırlar. Ona görə də belə məsələlərdə geridə qalırıq. Mən bu günlərdə sosial medyada da bir paylaşım etdim. İllər öncə, yəni bunu çox adam oxuyub, bəzi dostlarım irad tutur ki, çox sərt yazmışam filan, gerçəkləri yazmalıyıq, deməliyik. Niyə deməliyik bilirsinizmi? İşi iş bilənə doğrudan da tapşırmaq lazım. Bəzən bax, Azərbaycanda forumlar keçirirlər, qlobal tədbir. Dünyanın hər tərəfindən adam. Baxırsan ki, xarici dil bilməyənləri orada iştiraka çağırırlar. Tamam başa düşdüm, tərcümə vasitəsilə işidəcəklər, dinləyəcəklər. Amma onun yanında xarici dil bilgisi olan, təcrübəsi olan adamları da çağırırlar. Çağırmırlar. Məsələn, mənim kimi adam kənarda qalıram. Media sahəsində, QT sahəsində, nə bilim, belə siyasi diskussiyalarda. Mən bunu həmişə demişəm. Bax, dünən çox həvəslə deməli, seyr elədim, televizorda gördüm ki, siyasi partiyaların nümayəndələri, siyasi şərhçilər gediblər Laçına. Əla bir ideyadır. Yeri gəlmişəm, Prezident İlham Əliyevin ideyası. Mən də o cür səfərlərdə iştirak etmişəm, başqa xətt üzrə. Adamlar getdilər, iştirak elədilər, yazdılar, pozdular, paylaşımlar etdilər. Mən əminəm ki, onların arasında xarici əlaqələri olanlar da, məsələn, sizin Razi Nurullayev kimi, mən onu yaxşı tanıdığıma görə deyirəm ki, bunlar dağıdacaqlar o informasiyanı dünyanın hər tərəfində. Çəkib göstərəcəklər, şərhlər verəcəklər, öz bildiklərini yayacaqlar. Bu
effektiv bir işdir. Amma bəzən görürəm ki, o cür yerlərə tutaq ki, mənim kimi adamı dəvət eləmirlər. Mən demirəm, bütün səfərlərdə mütləq olmalı. Sadəcə niyə bunu deyirəm? Ona görə ki, bilənlər bilir axı əlaqələrim hara qədərdir. Mən nə qədər təsir edə bilərəm bu işlərə. Niyə istifadə edilməsin? 2021-ci il martın 13-də Prezidentin köməkçisi Hikmət Hacıyevin başçılığı ilə 5 avtobus adam getdik Ağdam. Onda elə minalı idi ərazi. Yəni də oradan keçmə, buradan keç, çox narahat bir səfər idi. Təbii ki, bizi idarə elədilər oradakı, yəni təhlükə falan olmasın. Ağrılı idi, acılı idi, amma çox vacib səfər idi. Biz oradan qayıtdıq, mən özümdən deyirəm, başqalarını demirəm. Başqaları da əlbəttə hər bir iş edir. Birincisi, yol boyu mən video çəkdim. Ağdamın xarabalıqlarını ki, dünyaya göstərim və göstərdim sosial media platformaları üzərində. İkincisi, qayıdan kimi bir yazı yazdım 4 dildə. İngiliscə, Rusca, Türkçə, Azərbaycanca. Və həmin yazını 7 ölkədə çap elətdim. Ki, Ağdam budur. Ermənilər bunu qoyub gedirlər. İşğalın nəticəsi budur. Yəni, effekt budur. İndi, bax, siz deyirsiniz, biz niyə Amerikada bunu eləyə bildik? Ona görə eləyə bildik ki, xatırlayırsınız, bir Ziya Məmmədov var idi, nazir, nəqliyyat naziri. Onun oğlu var idi Anar adında, bu ay yediyi filan deyirdilər, belə bir anekdota da çevrilmişdi. O, Amerika-Azərbaycan alyansıdır, nədir bir şey qurmuşdu orada. Avtobuslarda reklam verirdi, metroda filan da. Adam nazir vəzifəsindən çıxandan sonra o Anar haqqında nəsə eşitmişsiniz? Yoxdur. Buxarlanıb. Nə qədər vəzifə var, bunlar dövlət üçün güya nəsə edirlər. Vəzifə yoxdur mu? Vətənpərvərlik havaya buxarlanıb, çıxır gedir. İçdən gəlir. Saxtadır, bəli, düz dediniz. Bax, işləri o cür saxtakarlara tapşırırlar deyə nəticə də olmur. Biz Amerikada mən olmuşam 2 dəfə. Hətta bir dəfə 3 həftə olmuşam. Gəzmişəm, dolaşmışam özü də 98-ci ildə. Orada iş qurmaq çətin deyil. Hələ indinin özündə də mənim müəyyən əlaqələrim var. Məsələn, bu Bob Menendez vardı da, tutuldu. Həyat yoldaşı ermənidir, yeri gəlmişkən onun da məhkəməsi gedir. O da cəlb edildi məsuliyyətə, yəni o qızıl külçə rüşvət almasına görə. Menendezlə bağlı, mənim şəxsən hədəfimdə həmişə Menendez olub. Frank Pallone olub. Yəni Nancy Pelosi olub. Bunlar hamısı ermənilərin adamları. Niyə? Çünki mən tutaq ki, düşünməmişim ki, Azərbaycanda kimisə hədəfə alım onunla nəsə eləyim. Bu xırda məsələdir. Düşünmüşəm ki, daim onları diqqətdə saxlayım. Və saxlamışıq, nəticə də var. Bugün Menendez tutulubsa, biz artıq erməniləri onunla vururuq və erməni dostlarını onunla vururuq ki, görürsünüz, illərdir biz sizə deyirdik ki, bu rüşvətxordur. Bu ermənilərə satılır. Erməni pulu ilə yalan danışır. Bizi dinləmirdilər. İndi tutulub bizim dilimiz uzundur. Bu işi qurmağa nə var ki? Özəl 100 minlərlə manat vəsait ayrılır. Vəsait ayrılır. Üstəlik də bilirsiniz nətərdir? Amerikada ola bilər ki 20 il, 30 il qabaq işləmək çətin idi. İndiki kommunikasiya imkanları yox idi. Vallahi billahi Bakıda oturub bu işi qurmaq mümkündür. Heç Amerikaya getmə. Ondan sonra Amerikada bizim diaspor nümayəndələri var, aktivləri var. Yeri gəlmişkən orada səfirliyimiz də var. Tutaq ki, konsulluqlarımız var, ayrı-ayrılıqda. Mən həmişə bunu qeyd edirəm. Məsələn, Nəsimi Ağayev var, indi Almaniyada səfirimiz. Adam Kaliforniyada Azərbaycanın səfiri idi. Los Angeles'də. Konsul, səfir deyirəm, üzr istəyirəm. Konsul idi və həqiqətən də vuruşur. Vuruşurdu ermənilərlə. Bilirsiniz də, Kaliforniya Ermənistandır. Amerikada. Yəni, bu adam vuruşurdu. Deməli, etmək olardı. Ona görə mən həmişə deyirəm ki, bizim səfirlərimiz xarici ölkələrdəki əslində işləməlidirlər. Necə işləyə bilərlər? Bunun yolunu da biz demişik. Bilənlər bilir və işləyir. Bizim öyrətməyimizə ehtiyac yox. Elələri var ki, o işi qura bilmirlər. Bunlara demişik. Vətəndaş cəmiyyəti bir nömrəli məsələdir. Media bir nömrəli məsələdir. Siyasi partiyalar yenə də həmin məsələdir. Ondan sonra ayrı-ayrı dövlət adamları, ayrı-ayrı deputatlar olsun, cürbəcür, yəni cəmiyyət içində sözü keçən adamlar olsun. Oturun bir çay için onlarla, səfirliyə dəvət edin, başqa bir yerdə, kafedə, restoranda, artıqsa uyğun yerdə, təbii ki, səfirliyə, yaxud səfirliyin işçisinə uyğun yerdə. Gedin, oturun, söhbət edin.
Hətta ailəsinin içinə gedir. Mən eləyirəm bunu. Azərbaycana qonaqlar gəlir məsələn xaricdən. Evimə aparıram. Hətta Dədəliyə aparıram, sizin bildiyiniz Dədəliyə. Nə qədər mənim xarici qonaqlarım gəlir. Ömründə məsələn o ölkələrdən heç kim ora gəlməyib Dədəliyə. Mən məsələn aparım. Axırıncı qonaqlarımız keçən il sentyabrda Estoniyadan. Ər-arvad biri deməli müəllim idi, biri də neft sektorunda işləyən kişi idi, yoldaşı. Götürdüm, apardım, Dədəlidə gəzdirdim, Nabranı apardım, Xaçmazın muzeylərini göstərdim. Bu diplomatiyadır da əslində. Bu elə o bağların qurulmasıdır. İşi iş bilənə tapşırmadığımıza görə nəticələr də olmur. Ona görə də mən o sosial mediada onu yazmışdım və burada da qeyd eləmək istəyirəm ki, tutaq ki, illər öncə mənim heç bir dövlət dəstəyi olmadan, kənar adamların dəstəyi olmadan öz hesabıma əldə etdiyim çox üstün beynəlxalq platformalar var idi, tribunalar var idi. Ki, tək başıma gedib oralara çıxmışdım. Tək başıma gedib orada vəzifəyə seçilmişdim. Tək başıma gedib orada Azərbaycan, Türkiyə, Türk dünyası davası döyürdüm. İllər sonra gəldik biz yavaş-yavaş o meydandan sıxışdırıldıq. Başqa adamlar gəldi yerimizə və bütün o bizim əldə etdiklərimiz bu saat yoxdur. Çox təəssüf. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox maraqlı nüanslara toxundunuz, var olun. Dəyərli tamaşaçılar, siyasi baxış verilişinə baxdınız. Qonağımız siyasi şərhçi, hörmətli Azər Həzrət.